Salam əzizləyicilər, Abşeron rayon Masazır qəsəbəsində yeni evimiz 3 otaqlı, qiymət 56 minə, tam qupsalı, torpağın da evində qupsası olan həyət evimiz satışa çıxarıldı. Tam təmirlidir, hamam aksesuarlar da quraşdırılıb, kürsülüdür, 5 daş kürsülüdür, çöl fasadına qədər bütün işlər hamısı görülübdür, gir yaşa evdir, istilik sistemi kombidir, həyətin suyu da qoyulubdur əzizləyicilər. Masazırın Binəqədi tərəfdən girişindədir. Marşruta bir 300-400 metr məsafəsi olar. İstilik sistemi kombidir, çöldə aparatın qoyulma yeridir, qazdır, hamısı çəkilib. İşıq, su, hər bir şey çəkilib. Mərkəzi kanalizasiyadır. Belə bir gözəl modeldə, gözəl dizaynda həyətinə maşın girir. Yəni bir sedan maşını girir əzizləyicilər. Ağla ilə döşənibdir. Belə bir 3 otaqlı, qiymətdə 56 minə paket qupçalı. Həyət evimiz satışa çıxarıldı. Zirzəmində görürsünüz. Belə bir zirzəmisi var. Tam qurudu, Masazırın hündür yeridir. Masazırın giriş massividir. Xırdalanın quruğundan gəlmək daha rahatdır. Masazır dairəsindən də yolu var. Bura qonaq otağı da əzizləyicilər. 70 kvadratdır, 70-75 kvadratdır. Pəncərəsi öz həyətinə baxır. Giriş koridor hissəsidir. 3 otaq tam təmirlidir. Sayğaclar quraşdırılıb, qaz, su, işıq hamısı quraşdırılıb, mərkəzi kanalizasiya quraşdırılıb. Burada bir yataq otağı, ikinci yataq otağı inşallah. Xahiş olunur, kanala abunə olub, bəyənib paylaşasınız. Like düyməsinə toxunun, bura mətbəxtidir. Qiymət 56 min manatdır. Yanında da 3 otaq mətbəx studiya var, 49 minədir. 3 otaq mətbəx studiya 49 minə. Burada sanitar qoşağı, hamam, tualet bir yerdədir. Bütün aksesuarları quraşdırılıb inşallah. 3 otaqdır, qonaq otağı oradadır. Girəndə evə yataq otağı, ikinci yataq otağı, burada mətbəxdir. Nömrəmiz 054 73 45 09-dur. WhatsApp zəng eyni nömrədir. Xahiş olunur, kanala abunə olub, bəyənib paylaşasınız. Yanında da bir 2 otaqlımız var, tam qupsalı. 44 min manata. Mətbəx studiya 3 otaqlı, 49 min manata. Yola tərəf evlərimiz qiyməti 58 min. Evlərin yan arxa hissəsindəkilər isə 3 otaqlı 56 min manatdır. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Allah sizi qorusun. Evində torpağın da qupçası var. Allah evi olmayanlara ev qismət eləsin. Sağ olun.